Səbəb ona görə onlar gizli xavaric deyiblər. Onlar cəmaatın yanında başqa şey danışırlar, təklikdə başqa şey danışırlar. Ümumiyyətlə, cahillik üzr məsələsi, qaldırırlar məsələni, qardaşlar. Məsələn, xavariclər biraz elə bil ki, canlanıblar. Biraz abu-hava tələbələr, yeni həmbəlilər, bu birisilər, Elxan, belə çıxışları, adeli, belə, bu birisi, susanlar, lal ördək məzhəbində olanlar. Onlar təbii ki, səbəb olub ki, xavariclərin atmağına səbəbdir. Və fikir verirəm ki, cahillik üzr məsələ qalxır. Nə maraqlı idi Saudiyada, Şeyx Abbad deyirdi ki, kim şirkliysə müşrikdir, müşrik müamiləsi olacaq, axirətdə ona imtihan olacaq. Elə bir ki, fətrə əhlidir. Qəribə rəydir bu. Lap Şeyx Abbad desin, kim deyir desin. Dəlili yoxdur ona. Sələflərdən, əvvəlki sələflərdən elə deyən olmayıb. Sadəcə şeyxin iştihadıdır. Hörmətimiz var, ancaq bu rəy qəribədir. Lakin indi nə maraqlıdır? Məhəmməd Bəzmul da hələ deyib. Məhəmməd Bəzmul, sonra, nə bilim, o daha Həzimdən danışmıram, bidət əhlindən, azmışlardan, Carbudan və s. onları heç qeyd eləmirəm. Maraqlıdır. Yəni, deyir ki, kim şirk eləyirsə, müşrikdir. Müamilə, müşriklə necə müamilə eləyirsən hələdir, yəni kəsdiyini yeməyəcəksən, salam verməyəcəksən, öləndə cənazəsini qılmayacaqsən və s. və s. Ahirətdə isə, deyir, fətrə qəribə. Bu dünyada kim ki kafir, o dünyada da kafirdir. Bu dünyada əgər müşrikdirsə, o dünyada da müşrik. Nə fətrə əhli. Bu dünyada mömin, o dünyada da mömindir. Bu dünyada asi mömin, o dünyada da asi mömindir. Bu nədir belə qəribə şeylər? Kim deyir desin? Qəribə. Yəni biz əvvəlki sələflərdən belə şey oxumamışıq, eşitməmişik. Ona görə səhv rəydir bu. Səhv rəydir.